və yaxud da hamiləlikdən öncə yemlikdən istifadə edirdilər ki, fol turşusu ilə zəngindir. İndi necə ki, fol turşusu yazırlar hamiləlik dövrlərində. Ona görə də hətta bəzi yerlərdə qeyd olunur ki, daha gözəl bu uşaqlar olsun deyə istifadə edirlər. Onu elə daha sonra da neyral tip defekti olmasın deyə fol turşusu ilə zəngin yemlikdən istifadə edirmişlər. Mədə-bağırsaq xəstəliklərində isə elə bu sezonlarda istifadə olunacaq cincilimin şirəsindən qeyd eləyərdim. Cincilin bitkisindən şirə şəklinə gətirmək çox rahatdır və əgər kimdəsə aktiv deyil, xroniki formada qastrit, 12 barmaq bağırsağın iltihabı xəstəliyi varsa, bu zaman cincilimdən istifadə etmək olar. Təsəvvür edin ki, mən xəstəlik sayıram. Bu yazda bizim əlimizə düşən nemətlərin nə qədər xəstəliklərdə olan faydasını qeyd edirik. Və yaxud da məsələn qankəsici xüsusiyyəti olaraq qadınlarda mioma zamanı quş əppəyidən istifadə olunur. Onu da hazırlayıb istifadə edə bilərsiniz.